analarım, bacılarım, kardeşlerim, ihtiyacım var. Gazi kardeşinizden çorap alın. Allah köməyiniz olsun. Qaqa salam, sən harada döyüşmüsən? Füzuli Şuşa kardeşim. Burası. Füzuli Şuşa. İhtiyacım var kardeşim. 80 manat pul alıram ayda. 2 uşaq atasıyım. Ben ondan alet olandıra bilərəm. Hansı rayondan? Ağdaşlara. Ağdaş, hansı rayondan? Özümdən. Ağdaş. Bəli, özümdən. Mənə sosial düzəltmək istəyirəm. Mənə deyirlər ki, qazıcı qartı olmalı. Mən deyimim yoxdur. Heç İki gün sən müraciətin kimədir? Mənim müraciətim bizim başçımızadır. Kömək olsun, xahiş edirəm. Başçımız kimi nəzərdə tutur? Elə cənab prezidenti nəzərdə tuturam. Sonra bizim icra başçımızı xahiş edirəm. Dövlət orqanları hara baxır. Mən burada corab satıram, 2 uşaq atasıyam. Mənim 25 yaşım var. Xahiş edirəm, bu köməyiniz olur. Biz bu vətən üçün döyüşəndə canımızı heç nə üçün eləyib döyüşürük. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onların bağışında baş əyləm. Vətən sağ olsun, nə deyə bilərəm ben? Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Ehtiyac var, qazıdan sonra balarım. İcraya geçmişim. Ağdaş icra. Bəli, 2 dəfə mənə yardım ediblər. 100 manat, 200 manat. Elə olub ki, ayaqda Elzabit aparatı olub. Yəni, etmişik Elzabit aparatına görə həkim icra başçısı 200 manat pul verir. Getmişəm Bakıya, Papanla, aparatı söküklər belə. Ayağında aparat var. Var idi, satdırmış. Sağ dosuzu, sol dosuzu. Sol. 3-4 dəfə yardım ediblər. Ondan sonra məndən deyirlər ki, əlilliyini gətir, sonra sənə yardım edir. Mən də 80 manat pul alıram. 2 uşaq atasıyam, ehtiyacım var yəni. Şəxsi evim yoxdur. Babamın qapısında qalıram. Yəni Bakıda da Sabunçuda kirəyə qalıram. Evladınızın 3 yaşı var qardaş. Birinin 3 yaşı var, biri 4 ailəsi. 4 ailə. Bəli. Böyük oğlandı yoxsa Qızdır. qızdı? Bəli. O birisi oğlandı. Bəli, bəli, bəli. Allah köməyiniz olsun. Yəni mən heç nə istəmirəm. Ən azından bir dənə sosial yardım ala bilim ki, övladlarıma baxa bilim. Vallahi evə girirəm, uşaq mənlə nəsə istəyir, mən onu alıb gətirə bilmirəm. Birini alanda birinə gücüm çatmır. Yəni mən də istəyərəm ki, öz övladımın qəlbini açım. Amma mən o eləyə bilmirəm. Vallahi. Siz kimə müraciətiniz var? Cənab Prezidentdən, Mehriban xanıma. Mehriban xanıma elə cənab prezidentdən, bizim icra başçısından Ağdaşın, xahiş edirəm. Mənə bir yardım eləsin. Ağdaşın prokurorundan Ən azından, elə Ağdaşın prokurorundan da, ən azından mənim sosialımı düzəltdirib versinlər ki, mən balama yaxşı baxa bilim, xahiş edirəm. Kürəyimdir, 2 ayağımdır, qəlpədir. Başda qəlpə var, bir qulağım ağrı eşidir. Xahiş edirəm, yəni mənə bir köməklik olursun. Sağ olun. Allah